10-16 noyabr tarixlərinin həftəlik bürc proqnozu. Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf eləyək. Noyabrın 10-dan 16-sına qədər bütün bürclər üçün ulduz falını təqdim edirik. Qoç bürcü. Bu həftə iş və şəxsi həyat arasında balans tapmaq çətin olacaq. Amma səbirli davransanız hər şey qaydasına düşəcək. Yeni layihələr üçün ideyalarınız çox olacaq. Onları reallaşdırmaqdan çəkinməyin. Emosiyalarınızı idarə eləyin, xüsusilə ailə münasibətlərində. Pul məsələlərində gözlənilməz gəlir mümkündür. Uğurlu günlər 11-15 noyabr, uğursuz gün 13 noyabr. Buğa bürcü. Sakit və düşünülmüş addımlar bu həftə sizə uğur gətirəcək. İş həyatında yeni bir mərhələyə qədəm qoya bilərsiniz. Münasibətlərdə anlaşılmazlıqlar yaranarsa, geri çəkilmə əvəzinə açıq danışın. Sağlamlığınıza diqqət yetirin, xüsusilə yuxu rejiminizə. Uğurlu günlər 10-14 noyabr, uğursuz gün 12 noyabr. Əkizlər bürcü. Kommunikasiya bacarıqlarınız sayəsində vacib tanışlıqlarla üstünlük qazanacaqsınız. Yeni tanışlıqlar maraqlı imkanlara çevrilə bilər. Emosional qərarlar verməyin, xüsusilə sevgi sayəsində. Həftənin sonu istirahət və enerji toplamaq üçün uyğundur. Uğurlu günlər 11-16 noyabr, uğursuz gün 13 noyabr. Xərçəng bürcü. Bu həftə duyğularınız dərinləşəcək, amma keçmişlə bağlı məsələləri yenidən qaldırmaqdan çəkinin. İşdə gözlənilməz dəyişikliklər sizi bir qədər narahat eləyə bilər. Lakin nəticə müsbət olacaq. Ailə üzvlərinizlə münasibətləri gücləndirmək üçün səmimiyyət vacibdir. Özünüzə vaxt ayırın. Uğurlu günlər 10-15 noyabr, uğursuz gün 12 noyabr. Şir bürcü. Həftə ərzində diqqət mərkəzində olacaqsınız. Qərarlarınız başqalarına da təsir eləyəcək. Buna görə məsuliyyətli davranan, sevgidə ehtiraslı, amma bir qədər gərgin dövr ola bilər. Maliyyə məsələlərində risk eləmək məsləhət deyil. Uğurlu günlər 11-14 noyabr, uğursuz gün 13 noyabr. Qız bürcü. Bu həftə planlı və ardıcıl işləməyiniz sayəsində vacib nəticələr əldə edəcəksiniz. İş yoldaşları ilə ünsiyyətdə diqqətli olun. Yanlış anlaşılma mümkündür. Sevgidə sakit və sabit münasibətlər ön plana çıxır. Sağlamlığınızı qorumaq üçün istirahətə vaxt ayırın. Uğurlu günlər 10-16 noyabr, uğursuz gün 12 noyabr. Tərəzi bürcü. Balans hissinizi qorumaq bu həftə önəmlidir. İşdə və ailədə kompromis tapmaq çətin olsa da, sakit davranışınız hər şeyi asanlaşdıracaq. Gözlənilməz bir təklif ala bilərsiniz. Sevgi münasibətlərində açıq danışmaq sizi yaxınlaşdıracaq. Uğurlu günlər 11-15 noyabr, uğursuz gün 13 noyabr. Əqrəb bürcü. Özünüzü güclü və məqsədyönlü hiss edəcəksiniz. Yeni başlanğıclar üçün ideal zamanda. Pul məsələlərində diqqətli olun. Emosional qərarlar sonradan peşmanlıq yarada bilər. Sevgidə isə səmimiyyət və etibar ön planda olacaq. Uğurlu günlər 10-14 noyabr, uğursuz gün 12 noyabr. Oxatan bürcü. Səyahət, təhsil və inkişafla bağlı fürsətlər sizi gözləyir. Ruh halınız dəyişkən ola bilər, amma pozitiv düşünmək sizə güc verəcək. Dostlarla birlikdə vaxt keçirmək enerji gətirəcək. Sevgidə yeni bir mərhələ başlaya bilər. Uğurlu günlər 11-16 noyabr, uğursuz gün 13 noyabr. Oğlaq bürcü. İş həyatında məsuliyyətiniz artır, amma bu gələcək uğurların əsasını qoyacaq. Maddi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Ailə münasibətlərində anlayış göstərməyə çalışın. Həftənin sonunda gözəl bir xəbər ala bilərsiniz. Uğurlu günlər 10-15 noyabr, uğursuz gün 12 noyabr. Dolça bürcü. Bu həftə yaradıcılığınız və fərqli baxış bucağınız diqqət çəkəcək. Yeni layihələr üçün motivasiyanız artacaq. Münasibətlərdə soyuqluq yaranarsa təşəbbüsü siz göstərin. Sağlamlığınıza diqqət edin, xüsusilə yuxu rejiminizə. Uğurlu günlər 11-14 noyabr, uğursuz gün 13 noyabr. Balıqlar bürcü. Həftə emosional baxımdan bir qədər dalğalı keçə bilər. İntuisiyanıza güvənin, çünki bu sizi düzgün istiqamətə yönəldəcək. Yaradıcılıqla bağlı işlərdə uğur qazanacaqsınız. Sevgidə anlayış və səbir hər şeyi düzəldə bilər. Uğurlu günlər 10-16 noyabr, uğursuz gün 12 noyabr.